Amerika İrana, İran da Amerikaya şərtlər irəli sürüb. ABŞ yaxın şərqdəki müharibəyə son qoymaq məqsədi ilə İrana 15 şərt təqdim edib. İransa bu təklifləri qəbul edilməz hesab edərək rədd edib və öz növbəsində 5 şərt irəli sürüb. Bu barədə beynəlxalq mətbuat məlumat yayıb. ABŞ-ın Pakistan vasitəsilə Tehrana çatdırdığı şərtlər bunlardır. İran mövcud nüvə qabiliyyətlərini tam söküb atmalıdır. İran heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməlidir. İran ərazisində uran zənginləşdirilməsi tam qadağan olunmalıdır. İran zənginləşdirilmiş uran ehtiyatlarını təxminən 450 kiloqram 60% zənginləşdirilmiş uranı Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verməlidir. Natans, İsfahan və Fordo nüvə obyektləri tam sökülməlidir. İranın bütün nüvə obyektlərinə Beynəlxalq Atom Enerjisi Agentliyi üçün tam giriş, şəffaflıq və nəzarət təmin olunmalıdır. İran regionda silahlı qruplardan istifadə edən siyasətindən imtina etməlidir. İran öz proksi qruplarına, Hizbullah, Husilər və digərlərinə maliyyə, rəhbərlik və silah dəstəyini dayandırmalıdır. Hörmüz boğazı beynəlxalq gəmiçiliyi üçün tam açıq qalmalıdır. İranın ballistik raket proqramı həm məsafə, həm də say baxımından məhdudlaşdırılmalıdır. İran raketlərdən yalnız özünü müdafiə məqsədi ilə istifadə etməlidir. Razılaşma əldə edildiyi təqdirdə mükafat olaraq ABŞ tərəfindən nüvə üzrə sanksiyaların ləğvi və İranın milli nüvə proqramına dəstək vəd edilir. İranın cavab olaraq irəli sürdüyü şərtlər isə bunlardır. ABŞ və İran arasında müharibəyə dərhal son qoyulmalıdır. ABŞ-ın gələcəkdə İrana hərbi hücum etməyəcəyinə dair təminatlar verilməlidir. Müharibə zamanı vurulan ziyanlara görə maliyyə kompensasiya ödənilməlidir. Hörmüz boğazına İranın rəsmi nəzarət hüququ, o cümlədən gəmilərdən tranzit ödənişi almaq hüququ tanınmalıdır. Ballistik raket proqramına heç bir məhdudiyyət qoyulmamalıdır. Danışıqlara Türkiyə, Misir və Pakistanın vasitəçilik etdiyi bildirilir.